Fərqləndirilmiş sözlər əsasında uyğun olmayan fikirləri müəyyən edin. Kimin ağlına gələrdi ki, belə ola bilər? Burada budaq cümləmiz baş cümləyə ki bağlayıcı vasitəsilə bağlanıb. Budaq cümləni baş cümləyə bağlayan vasitə kimin sözü burada bağlayıcı vasitə olmadığına görə bir elə yanlış fikirdir. Tabellik əlaqəsinin tərəfidir. Bu doğrudur, çünki ağlına gəlmək frazoloji birləşmədir. Kimin sözü də yəli halda olub, kimin ağlına idarə əlaqəsində aslı tərəf kimi çıxış edir. İki doğru fikirdir, çıxırıq. Müstəqil sintaktik sualı yoxdur. Bu doğru fikirdir, çünki ki bağlayıcıdır, ona görə sualı yoxdur. Kimin ağlına gələrdi ki, bu da bütövlükdə bir cümlə üzvü olduğuna görə müstəqil suala cavab vermir. Budaq cümlənin tərkibindədir. Bu yanlış fikirdir, dördü də seçirik. Çünki birinci gələn cümləmiz baş cümlədir. Bağlayıcı vasitədir. Bəli, 5 də doğru fikirdir. Cavabımız 1 və 4 olur.